Hamı salam uşaqlar. Bu günlərim B'nin ikinci görevini tamamlayıram. Gördüyünüz kimi baxın xəritədə B görəvi, yəni bu ikinci seriya. Elə bil bu B'nin ikinci dəfəsi, yəni B'dir. İkinci B görəvidir. İlk öncə biz maşına minirik. Burada iki qısa qoşuram. Və uşaqlar, gördüyünüz kimi artıq çatdıq. Baxın, bura gəlirik. Və burada tez gəlirik. Baxın, burada belə adamlar olacaq. Burada demək olar, bunlar bizi aparacaq helikopterin yanına. Və indi burada da 2 qısa qoşacağam. Helikopterin yanına gedəndə normal 1 qısa qoşacağam. Hey, sorry about that. Listen, you know that thing we talked about before? It's happening. I need you to come to a lot off El Rancho, not far from where we met before. Alright, that's cool. I'm in LS anyway. Now, Trevor. Və uşaqlar, buradan dönürük. Və artıq çatdıq. Burada Franklin və Trevor olacaq. Və helikopter olacaq. Və gedirik onların yanına. Onların yanından gedəndə artıq bizlə Franklin gəlmir. Ancaq Michael'la Trevor gəlir. Franklin, come on, you better take off. Really? Shit, I'm good. I ain't Bill. Whoa. Am I detecting some sort of son I never had bullshit here, Mikey? Və burada helikoptera mindikdən sonra Trevor söylüyor. Gördüyünüz kimi bu xəritədə göstərəcəm. Sarı yerə gedəcəyik. Sarı yerdə bina tərəfə gedir. Və ora gedirik. Baxın, burada sarı xəritə göstərirəm. Xəritədə sarı yerə gedirik. Burada biraz çabalayıram. Əslində burada bu binanın üstü yox. Binadan bir damcı aşağıda olmalıdır. Dayanacağıq orada, özü elə dayanmalıdır. Burada mən səhv başa düşmüşdüm. Əslində biz burada binanın yanında olmalıydıq. Yanında olmalıydım. Yəni burada mən yuxarı çıxıram, amma siz yuxarı çıxmayın. Bax, mənim qabağımdakı bina var ha. Bax, onun yanında dayanmalıyıq. Bir saniyə, 1-2 saniyə dayanırsınız, yox. Özü şey eləyir. Franklin'i, Michael'ı helikopterdən düşürdür. Bax, burada mən gəlirəm bura. Əslində bura gəlməməlisiniz. Baxın, olsa buradan düşəndə deyir ki, helikopterə qayıt. Aşağıda tərcüməsi var. Və bura helikopterə qayıtdım. Sonra isə o binanın aşağısına gedirəm. Baxın, indi buradan gəlirəm bu sarı xəttə. Burada dayandım. Artıq burada
Trevor Franklin'i buraxır və burada Trevor Michael'ı buraxır və Michael burada aşağı düşür. Ən aşağı düşür və ən aşağıda pəncərəni qırır və müharibə olur. Yəni müharibə deyil, dava. Helikopterdən tulladı Trevor Michael. Və bura çatdıqda yuxarıda da deyir dairəyə bas, dairəyə bassız, sonra belə ekran gəlir. Next, I'll have to send Soap off your ass. Your tonsils will be placed in that office. You think we can't do that? We can. It's in our guidelines. I don't know what you're talking about. I need stop. Still in my equipment. Not surveillance. Grab his other arm. Yavaşla. You think you're impenetrable? See how you feel when this is 18 inches deep inside. Get the loot. Actually, Və burada X düyməsine bassınız, Michael'a keçib Michael'ın şüşəni qırırsınız. Sonra burada görürsünüz kimi başına silah dayır bu oğlanın və burada keçməsiz Franklin'ə. 36 flow. Gotcha. Franklin keçirdiysə, baxın bu düşmənləri öldürməlisiniz. Michael'ı yox, bu düşmənləri öldürməlisiniz. Baxın, hamısını tək-tək öldürürəm. Bunlar hamısını öldürürük. Gördünüz mü? Hər tərəfə baxmalıyıq. Burada Michael var. Və baxın, burada lap sağda da var. Mən lap sağa baxacağım. Və sağa baxıram. Baxın, bu sağda da polis olur. Bunu vururam. Və sonra içəri daxil olurlar və bunlar da vurursunuz. Baxın, bunların hamısını vurmalısınız. Burada mərmi yırdım və vurdum. Burada isə vurmuşsunuz Michael'ın qabağında düşməsi. Düşməni yalnız Michael onu öldürməlidir və Michael'a keçirik. Görürsünüz ki, Michael'la burada adamlar öldürə bilərsiniz. Franklin'ə keçə bilərsiniz. Franklin'ə keçdim. Görürsünüz ki, mən vururam. Düşmanlar burada biraz çox olur. Göstərəndə keçəcəksiniz Michael'a. Baxın, buradan Michael'a keçsiniz. Michael'la düşmanları vurursunuz. Səhv olmasa 1 yaxud da ki 2 nəfər vurmalısınız burada. Ya da 2-3 belə. İndicə baxın, Franklin'ə keçə bilərsiniz. Yəni Franklin'ə keçə bilərsiniz. Burada isə Trevor helikopterlə bizi gözləyəcək və yuxarı gedərək Travel bizi gözləyəcək. İndi isə Franklin helikopterləri vurmalıdır. Helikopterləri vururuq sıra-sıra. Baxın, burada helikopter olacaq və vururuq hələ ki. Buradan Michael'a keçə bilərsiniz. Michael'la Trevor'a və yaxud da ki Michael'a keçə bilərsiniz. Mən Michael'a keçəcəm. İlk öncə Michael'a keçməmişdən əvvəl bu helikopterləri vurmalısınız. Və burada Franklin'in qabağına ki helikopterləri vurduqdan sonra Michael'a keçirsiniz. Michael'da isə arxanızda düşən helikopterləri vurursunuz. Burada da Franklin var. Və gördüyünüz kimi dediyim buydu. Michael'a keçib vura bilərsiniz və burada L3 ilə R3 düyməsinin hər ikisini basılı tutursunuz, buraxırsınız. Artıq slow motion, yəni gecləşdirmədə 1 dəqiqə içində gecləşdirmədə oynaya bilərsiniz. Burada hətta Franklin, hətta Trevor da oynaya bilərsiniz, amma Michael'la oynamağınız yaxşı tövsiyədir. Baxın, hamısını slow motion, yəni gecləşdirmədə oynasınız daha asan olur. Düzdür, Trevor sizə maneçilik elə bilər, amma yəni belə olur.
Gördüğünüz kimi bu silahla ancaq vura bilirsiniz. All good questions. Now for the money. Last word. Telling you work for the government. Maybe I don't make it all those days. Close your eyes. I'll tell you when it's over. Just before it's over. Just like old times, Steve. Only more so. All clear. Send us down at that line. Roger that, Commander. Come in, Franklin. This might be the time to make your exit. We'll talk soon. Who are you people? Və gördüyünüz kimi artıq mən silahlı helikopterləri vurduğum üçün sabit yanıram. Burada Trevor'a keçə bilərsiniz, amma Trevor'a keçsəz harada düşəcəyinizi bilmirsiniz. Xəritədə göstərmir, ona görə də Michael'da qalmağınız daha tövsiyədir. Baxın, Michael bura çatır. Michael çatır bura. Çatır. Və bura çatdıqda Trevor olaraq eniş edə bilərsiniz. Those people did to me. I'm an American citizen. Yeah, well, that don't seem to matter too much. Gördüyünüz kimi çatdıq. Burada çatırıq. Bəli, bura çatdıq. Artıq eniş edir Trevor. Yəni siz burada Trevor'a keçə bilərsiniz, keçməyə bilərsiniz. Fərqi yoxdur. Mən Trevor'a keçirəm burada. Baxın, keçdim. Trevor'la eniş etmək istəyirəm. Eniş edirəm. Fərqi yoxdur. Ya Michael'da olmalısınız, ya da Trevor'da. Eniş etdim və görəvin sonu belədir. Baxın, bu adamı aparırlar və bunun axırı da var məndə. Əgər istəsəz yorumlara yazın. Bu videonun davamı alacağım. Burada tok və benzinlə də yandırıb eləyirlər o kişini. Bizim tutub gətirdiyimizi. Nəysə uşaqlar, video belə idi. O döyülmə anlarını zaten istəyirsinizsə mən YouTube atarım. Sağ olun.